ilahi ziyafət bitir. Biz Allah ziyafətindəydik. Du'itum fihi ila ziyafətillah. Bu ayda Allah qonaqlığına çağırılmışdınız. Və bu istisna bir fürsətdir. Bu sıradan bir təqvim ayı deyildi ki, məsələn, Şaban ayından sonra Ramazan ayı gəlir. Yox, Ramazan ayı bir hadisə idi. Bizi qopardıb aparmışdılar başqa yerə. Biz Allahın ziyafətindəydik. Həqiqi mənada ruhumuz Allah qonaqlığındaydı. O qədər bərəkətli ay idi ki, ənfasukum fihi təsbih, nəfəsləriniz bu ayda təsbihdir. Nəfəslərimiz, nəfəs verməyimiz təsbihdir. Nəvmukum fihi ibadə, yuxunuz bu ayda ibadətdir. Yatmağınız ibadətdir. Və bu artıq arxada qalır. Artıq ayrılırıq. Bir-iki gündən sonra yenə qayıdacaq əvvəlki qayda.